uşaq getdi, peşə öyrəndi. Həkim oldu, hüquqşünas oldu, musiqiçi oldu, taksi şoförü oldu. Bunların heç birində tərbiyə söhbəti yoxdur. Bunlar hamısı təhsildir. Öyrəndir nəsə. Bəs bu tərbiyə hardadır? Lazımdırmı? Lazım deyilmi? Bəli, taksi şoföründə tərbiyə olsa, xaricdən vətəninə gələn turisti aldatmaz. Aldatmaz. Əmin olsa hətta belə ki, məni heç kim tutmayacaq, hüquq məni cəzalandırmayacaq, onda da aldatmaz. Niyə aldatmaz? Düşünürlər ki, mənim vətənim var, mən vətənimin nümayəndəsiyəm. Bu taksi şoförü gedəcək, aldatdığım taksi şoförü. Orada öz ölkəsində mənim ölkəmi pisləyəcək. Bunun adına deyirlər tərbiyə. Bu artıq təhsil söhbəti deyil. Bəli, bunun da kitabları var. Tərbiyənin də kitabları var. Şübhəsiz, tərbiyənin də kitabları var. Adı əxlaqdır. Yaxşı. Bunu deyirəm ki, bizim ailələrimiz, valideynlərimiz heç olmasa da bir 5% buna diqqət ayırsınlar da. Repetitor tuturlar təhsilə. Bir dəfə də repetitor tut tərbiyə, əxlaq. Sonra uşaq böyüyəndən sonra, boya başa çıxandan sonra valideynə qarşı hörmətsizlik eləyir. Onda ayılır ki, sən demə, bu da lazımmış. Onda da gec olur.